Salam, növbəti danışacağım hissə neyronun hissələri olacaq, plus neyron daxilində və neyrondan neyrona sinir impulsunun ötürülməsi. Deməli, biz bilirik ki, sinir impulslarının ötürülməsində neyronlar iştirak edir, P hüceyrələri isə iştirak etmir. P hüceyrələrinin iştirak edə bilməməsi onların çıxıntılarının, yəni dendrit və aksonlarının olmamasıdır. Əgər bunlar P hüceyrələrində olsaydı, dendrit və aksonlar, onlar da sinir impulslarının ötürülməsində iştirak edə bilərdilər. Sinir impulslarının iştirakında yalnız neyronlar iştirak edir. Neyronun sayı x qədər olduqda P hüceyrələrinin sayı ondan 10 dəfə artıq 10x qədər olur. Bu zaman sinir toxumasını əmələ gətirən hissədə hüceyrələrin sayı 11x-a bərabər olmuş olar. Bu bizə məsələ verildikdə bu şəkildə həll edilər. Daha sonra gələk neyronun dediyi hissələrindən. Biz deyirik ki, neyron dendrit və cisim aksonlardan ibarətdir. Bunun dendrit və aksonları onun çıxıntılarıdır. Burada hansı ki gördüyünüz bu hissələr ağaca bənzəyir. Bunlar bizim dendritlərdir. Dendrion ağac deməkdir. Qısa çıxıntılardır. Əsasən dendritlər qısa çıxıntılar olur. Lakin hissi neyronun dendritləri uzun ola bilər, istisnaydır. Sonra bunun bu hissəsində cismidir. Neyronun, hansı ki bu cisim onun hüceyrə olan nüvəsi, xromativ hüceyrəsinin olduğu hissəsidir. Daha sonra isə aksion, aksis ağac çıxıntı deməkdir. Yəni uzun çıxıntılara deyirlər. Uzun çıxıntıların əksəriyyəti deyə bilər ki, aksonlar əsasən uzun çıxıntılardır. Amma bəzən ara neyronun aksonları qısa ola bilər. Deməli, bir neyron daxilində sinir impulsunun ötürülməsi necə baş verir? İlk öncə dendritlər reseptordan qıcığı alır. Dendritdən cismə, cisimdən isə aksona ötürülür. Deməli, bir neyron daxilində ötürülmə necə oldu? Dendritlər verdi cismə, cisim də verdi aksona. Deməli, sinir impulsunun ötürülmə ardıcıllığı bir neyron daxilində dendrit, cisim, akson şəklində olur. Bəs bir neyrondan digər neyrona necə ötürülür? Hansı ki bir neyronun görürsünüzmü? Dendriti, cismi, aksonu gəldi. Aksonda bitdi. Digər neyrona isə sinapsislar vasitəsilə bir neyronun aksonundan digərinin dendritinə ötürülmə baş verdi. Yəni növbəti bu hissədən digər neyronun hissəsi olan dendritinə ötürüldü. Yəni bir neyrondan digərinə isə birinin aksonundan digərinin dendritinə ötürülmə baş verir. Burada neçə dənə sinapsis var desək, neyronların sayından bir vahid aşağı. Əgər mən burada 2 dənə neyron görürəmsə, 1 neyron və 2 neyron, bunlar arasında olan bircə dənə sinapsis var. Sinapsis da birləşmə deməkdir. Daha sonra biz əsasən deyirik ki, uzun çıxıntıların üzəri miyelin qışa, yəni ağ rəngli miyelin qışa ilə örtülməlidir. Amma bu əsasən aksonu uzun olan neyronlarda baş verir. Yəni hissi və hərəki neyronların aksonları uzun olduqlarına görə sinir impulslarının fasiləsiz, kəsintisiz ötürülməsi üçün üstü miyelin qışa ilə örtülməlidir. Amma ara neyronun dendrit aksonları qısa olduğuna görə üzəri miyelin qışa ilə örtülmür. Miyelin qışa yoxdur deyə ara neyronun aksonları boz maddənin əmələ gəlməsində, hissi və hərəki neyronların aksonu uzun olur, üzü miyelin qışa ilə örtülüdür deyə ağ maddənin əmələ gəlməsində iştirak edir.